Deməli ana, çoxdan da bu videonu sənə çəkmək istirdim. Əlimə indi fürsət düşüb. Bizim səhifəmizdə gələn kommentləri sənin üçün oxuyacağam. Sən də onlara cavablandırarsan. Deməli belə ana, birinci komment. Yazırlar ki, əslində biz səndən belə mehriban deyilik. Belə sən məni sevmirsən. Bu hamısı bir görüntüdür də, videolarımız üçün bir görüntüdür. Hə, nə demək istəyirsən bu barədə? İlk növbədə sənin izləyicilərinizi salamlayıram. Sonra da demək istəyirəm ki, biz özümüzü heç kimə sübut etmək məcburiyyətində deyilik. Amma biz elə doğrudan da elə videolarda olduğu kimi səmimiyik. Şükür Allaha. Eşitdinizmi? Sonra deyirlər ki, biz yəni sənin qaynatanla qaynanan hardadır? Sən heç onları çəkmirsən, göstərmirsən. Yəni hər gün sizin ana mən çəkməliyəm də, göstərməliyəm videolarımızda. İndi bu barədə nə demək istəyirsən? Mən bu barədə də demək istəyirəm ki, həmin izləyicilərə, kim maraqlanır, soruşur. Biz Qubada yaşayırıq. Çox təsadüfi hallarda qaynatamın işinə görə gələ bilmirik. Siz də şəhərdə olursunuz, Bakıda qalırsınız. Ona görə də biz gec-gec görüşürük. Videolarımızda fürsət düşəndə çəkirik. Bacarırıq ki, çalışırıq ki, çəkək, paylaşaq. Ona görə də həmin izləyicilərə də belə demək istəyirəm ki, gec-gec görüşürük. Ona görə uzaqdayıq. Rahat olsunlar da bu məlumatı bilməlidirlər. Rahat olsunlar. Keçdik növbəti sualımıza. Deməli ana, növbəti sualımız. Yazırlar ki, heyf olsun da, yəni heyf Turala ki, bu oğlandan ki, o məni aldı, yəni Tural məndən evlənib. Bu barədə nə demək istəyirsən? Mən birinci onu demək istəyirəm ki, belə insanları qınamıram, çünki belə ailələri görəndə xoşbəxt ailələri, həsəd aparanlar çox olur. Ona görə də mən demək istəyirəm ki, heyf yox. Tək hər ailəyə, hər evə sən kimi gəlin, yox, qızımsan sən mən. Belə bir gəlin qismət olsun, qız qismət olsun. Deməli ana, əsas sual, əsas. Yazırlar ki, hara baxır bu oğlanın anası ki, mən ana sənin oğlunu bütün videolarda incidirəm. Hara baxırsan sən? Əcəb eləyirsən, incidirsən, yaxşı eləyirsən. Bu da bir sual. Eşitdiniz, ən çox verilən sual idi də, yəni bu. Mənim qaynanama xoşdur və mənim qaynanam hər zaman mənim tərəfimdədir. Bəli. Deməli ana, keçdik sonuncu sualımıza. Qalıb yenə, nə qədər yazır. Hələ bu nədən, elə çoxdur. Növbətdə belə videolarımız çox olacaq. Sonuncu sual. Bir dənə bir videomuz var idi bizim. Orada mən qaynatama kişi deyirəm. Kişi deyərək müraciət edirəm. Hər kəs kommentdə yazdı ki, bu nə deməkdir belə? Sən qaynatama kişi deyirsən, bu nə tərbiyəsizlikdir də? Yəni mən qaynatama kişi deyirəm. Bu barədə nə demək istəyirsən? Kişi sözü haçandan dəbdən düşür. Nə bilim deyirlər ki, kişiyə kişi deyərlər də burada. Deyirlər ayıbdır da. Qaynatama da xoşdur, qəbul edir. Kişiyə kişi deyərlər. Eşitdiniz? Bu da sual. Belənçinə. Bu sualın bu cavabı. So. Mən bir də sonda Nura, bunu demək istəyirəm ki, qadınlara, bütün qadınlara. Allah hər bir kəsi xoşbəxt eləsin. Qadından başqa düşməni yoxdur. Düz. Allah hər kəs xoşbəxt eləsin ki, sizin kimi xoşbəxt cütlükləri, xoşbəxt ailələri görəndə həsəd aparmasın. Baxıb pis kommentlər yazmasınlar. Amin, amin. Amin. Allah hər kəsi xoşbəxt eləsin. Belə. Ümidvaram suallarınızın hər birinə cavab verə bildik. Əlavə suallarınız olsa problem yoxdur. Hələ ki buradayıq, Qubadayıq, qaynanam girdəyik. Suallarınızı qaynanamdan cavablandıra bilərik. Düzdür ana? Düzdür. Sağ olun.